Mən Ümid Süleymanov. Hər dəfə Azərbaycanın fərqli güşələrinə səyahət edərək ölkəmizin füsunkar təbiətini sizinlə birlikdə kəşf edirəm. Bu dəfə yolum Kiçik Qafqazın şimal-şərq yamacında, Murovdağ və Şahdağ silsiləsinin yamacında yerləşən Daşkəsən rayonundadır. Bu rayon mədən filizi ilə məşhur olan bir bölgədir. Eyni zamanda burada unikal təbiət möcüzəsi var, Əmirvar şəlaləsi. Bizim də planımız bu şəlaləyə səyahət eləməkdir. Və bu buraxılışda eyni zamanda vəhşi təbiətdə sağ qalma bacarıqlarını da təkmilləşdirəcəyik. Bu dəfə də yola velosipedlə başlayacağım, daha sonra isə piyada davam edəcəm. Salam, xoş gördük. Bura hansı kənddir? Bura Zəyli ərazisi, həm Gülbulaq ərazisi ki. İki kəndin arasıdır. Ha. Elə demək olar, bura Gülbulaq da, Gülbulaq? Gülbulaq. Gülbulaq. Aha. Qoyunları otarırsınız? Yox, qoyunları bazara aparır. Bazara aparırsınız? Hə, Rayon mərkəzinə. Gəncə şəhər. Xoş gördük. Mən Ümid. Rövşə. Gəncə bazarına aparırsınız. Piyada aparacaqsınız? Yox, maşın gəlir. Hə, maşın gəlir. Bu maşından? Yox, ayrı maşın. Hə. Allah bazar eləsin. Sağ olun. Qoyunlarınız ruzilə bərəkətli olsun. Sağ olun. Biz buradan Əmirvar kəndinə gedirik. Düz gedirik. Hə, bu ilə asfaltla. Axıra qədər gedək. Oldu. Sağ olun. Sağ olun. Velosipedlə gələ biləcəyim yolun sonuna çatdım. Buradan sonraki yolu isə piyada davam edəcəm. Biz hal-hazırda Əmirvar kəndindəyik. Bu kəndin təxminən 1500-ə yaxın sakini var. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Əmirvar şəlaləsinə də elə bu yolla getmək olar. İndi isə mənim macəram piyada davam edəcək.
Təbiət yürüşləri zamanı minimum 3 nəfərlə yola çıxmaq lazımdır. Bu həm hiking, trekking, çadır qurub qala biləcəyiniz yürüşlərə də şamil edilir. Bəs nəyə görə minimum 3 nəfərlə çıxmaq lazımdır? Məsələn, təbiət yürüşləri zamanı yoldaşlarınızın hər hansısa biri zədələnərsə, onun hərəkət eləməyinə mane ola biləcək hər hansı bir hadisə baş verərsə, bir nəfər onun yanında qalır, digər bir nəfər isə kömək üçün geriyə qayıda bilər. Əgər siz 2 nəfərlə olsaz, artıq onun yanında bir nəfər qala bilmir. Həmin o bir nəfərin də gücü çatmır, həmin o şəxsi xilas eləsin. Ona görə də minimum 3 nəfərlə çıxmaq lazımdır. Təbiət yürüşləri zamanı ən çox mənfi hadisələr yola tək çıxanların başına gəlir. Ona görə də bu məsələyə diqqət eləmək lazımdır. Bundan əlavə, məsələn, sizin yürüşünüz uzun vaxt apara bilər. Meşəli bir ərazidə, dağlıq bir ərazidə uzun zaman vaxt keçirəndə tək olsaz, bu psixoloji cəhətdən də sizin üçün çətin ola bilər. Əhval-ruhiyyəniz aşağı düşə bilər. Ən azı 3 nəfərlə olsaz, bu həm sizin əhval-ruhiyyənizə müsbət təsir göstərəcək, eyni zamanda bu yürüşlərdən o qədər də yorulmayacaqsınız. Digər bir məsələ isə istiqaməti itirə bilərsiniz və yaxud hava anidən dəyişə bilər. Müəyyən bir hadisələr baş verə bilər ki, siz burada artıq tək olsaz və yaxud 2 nəfər olsaz, sizin üçün daha çətin olacaq, nəinki 3 nəfər olanda. Çünki vəhşi heyvanla rastlaşa bilərsiniz. 3 nəfər olsaz, özünüzü daha yaxşı müdafiə edə biləcəksiniz, nəinki 2 nəfər olsaz. Eyni zamanda nə qədər daha çox insan olsa, sizinlə birlikdə yürüşə çıxan, məsələn, çadır qurursunuzsa, komanda şəklində daha tez həll edəcəksiniz bu məsələni. Ocaq qalamaq, yeməyi bişirmək və digər bu kimi məsələlərdə daha tez bir zamanda və komanda şəklində bu işləri yoluna qoya bilərsiniz. Nəinki tək və ya 2 nəfər olsaz, bu daha çətin olacaq. Ona görə də bu kimi hallarda təbiət yürüşlərinə çıxar zaman minimum çalışın 3 nəfərlə yola çıxın. Meşəli ərazidə qida axtarışlarım davam eləyir. Ümid edirəm ki, buralardan qida əldə eləyim. Amma hələ ki, qarşıma çıxan itburnu ağacıdır. İstəyirəm bu itburnulardan yığım. Oh, tikanlıdır. Bir dənə çay dəmliyim, içim. Havalar da gah yağış olur, gah gün çıxır. Bilmək olmur, hava tez-tez dəyişir, soyuq olur. O baxımdan da yaxşıdır ki, əgər soyuqda yeməmiz də varsa, onun üçün qabaqlayıcı bir tədbir olar, itburnu çayı. Ona görə də vaxt itirmədən mən biraz itburnulardan yığım. Düzdür, tam yetişməsə də, yenə də əsas odur, biz ondan lazım olan mineralları ala bilərik. Məncə bu qədər kifayət eləyər. İndi isə ocaq qalayıb bir çay dəmləmək istəyirəm. Eyni zamanda qalacağım yeri müəyyən eləmək istəyirəm. Baxaq görək burada gecəni qala biləcəyim yaxşı bir yer olsun. Həm təhlükəsizlik baxımından, həm görüntü baxımından da yaxşı olsaydı, əla olardı. İndi isə sığınacaq yeri üçün məkan axtarıram. Biraz da gəzək. Bu mənzərə çox xoşuma gəldi. Məncə operatorum da bəyənəcək. Məncə burada gecəni qalmaq üçün bir dallanacaq, yəni sığınacaq düzəltmək olar ağaclardan. İstəyirəm indi əraziyə baxım, ağaclar varsa və başlayayım düzəltməyə. Nə qədər ki, qaranlıq düşməyib və artıq qara buludlar da gəlib. Bilmirəm, gecəni qala biləcəm ya yox. Fikirləşmək üçün də vaxtımız çox azdır. Artıq qərar vermək vaxtıdır. Operatordan soruşum. Bir tərəfdən qara buludlar gəlir. Razısan? Macəra yaşamaq istəyirsən? O zaman olsun. Elə
burada qalaq gecəni. Hazırsan? Başlayaq. Belə bir ocaq qalamaq üçün vasitə var. Daha doğrusu ocağı alovlandırmaq üçün olan bir vasitədir. Sizə də tövsiyə edirəm ki, istifadə edin. Dağçı mağazalarından əldə edə bilərsiniz. Məsələn, bunu bu formada açırıq və kömürün, ocağın, ağacın üstünə üfürürük. Daha da alovlanmağına vasitəçi oldu. Artıq çayı dəmləmək üçün belə bir vasitəmiz də var. Praktik bir vasitədir, mini. Həm üstündə, məsələn, düşərgələrdə yemək də pişirə bilərsiniz. Eyni zamanda çaynik də qaynada bilərsiniz. Mən də elə çay qaynadacağım bunun üstündə. Bir dənə ocağı alovlandırım. Hava işe yarıyor. Ağaclar yaş olduğuna görə müəyyən çətinliklər çəkirəm. İt burnuları atıram suyun içinə, qaynasın. Əgər hava şəraiti imkan versə, düşərgə qurub burada qalacağam. Hələ ki, yağış yağır. Amma yağış yağmağa davam eləsə, bu ərazidən tez bir zamanda çıxmağa çalışacağıq. İndi isə çayın qaynamağını gözləyirəm. Yağış güclənsə, ocağı da söndürəcək. Ona görə istəyirəm tez bir zamanda çayımız da hazır olsun.
Artıq itburnulu çayımız da qaynadı. Bu sərin havada əsl yerinə düşdü. Operatorum da, onu içəcəm. Sizdən naxoş. Artıq götürmək olar. Biraz da qaynasın, götürəcəm. Alayı var. Süzək stakanımıza. Bu gözəl dağların mənzərəsi əhatəsində itburnulu çayın əla yeri var. Sözüm sənin üçün də sənə bir dənə çay iç. Buyur. Götür. Nuş olsun. Beləliklə biz gəldik, çatdıq Əmirvar şəlaləsinə.